Rusiyanın Yekaterinburq şəhərində hüquq mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb. 2000-ci illərin əvvəllərində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilin iyunun 27-sində zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb. Məhkəmə azərbaycanlılar barəsində həbs qəti imkan tədbirinin seçilməsinə baxır. Yekaterinburqun Leninski məhkəməsində keçirilən prosesdə bir neçə qətildə və adam öldürməyi cəhddə şübhəli bilinərək saxlanılan azərbaycanlılar barəsində həbs qəti imkan tədbirinin seçilib-seçilməməsi müəyyən ediləcək. İttiham tərəfi prosesin qapalı keçirilməsindən xahiş edib. Məhkəmə ittiham tərəfinin xahişini təmin edib. Jurnalistlər zaldan çıxarılıblar. İttiham tərəfi Məzahir Səfərovun barəsində həbs qəti imkan tədbirinin seçilməsini istəyib. Vəkil isə onun ev dustaqlığına buraxılmasını istəyib. Məzahir Səfərov vəkilinə bildirib ki, onun etirafı zorla alınıb, ailəsi hədələnib. Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə regional idarəsinin açıqladığı məlumata görə azərbaycanlılara qarşı ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib. Qeyd edək ki, iyunun 27-sində səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı ondan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Xeyli azərbaycanlı saxlanılıb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.